Salam, hörmətli şagirdlər. Bugün sizinlə köməkçi nitq hissələrini keçən zaman daha çox nələri səhv edə bilərik, onlara toxunacağıq. Deməli, biz da ədatını, həmçinin də da bağlayıcısı ilə rastlaşırıq. Həmçinin də bilirik ki, da üstü ki, ədat, bağlayıcı və yerli hal şəkilçisi, bir də zərf düzəldən leksik şəkilçi ola bilər. Biz bunları bilirik. Bəs necə edək ki, bunları fərqləndirək? Fərqini hardan bilək? Deməli, lövhə biraz qarışıq ola bilər, amma siz nitqin vasitəsilə başa düşəcəksiniz nəyi, necə yazmışam. Deməli, feil üstə gələk da. Əgər feildən sonra danı biz görərsək, bu ədat olur. Feildən sonra artırılarsa və ayrı yazılır həmçinin. Görürsən də, get də, bizə gəl də, oxu da, yaz da, dərsini edərsən də və bunların hamısı ədatdır. Sonra isim, sifət, say, əvəzi, yəni adlar, bir növ adlar deyək buna. Feildən başqa yerdə qalan nitq hissələrindən sonra gələrsə dadə və burada qeyd yazmışam. Bu biraz sizə anlaşılmaya bilər, nitqimlə artıq bunu aydınlaşdıracağam. Da üstü ki, adlara qoşularsa və bitişik yazılarsa, bu zaman yerli hal şəkilçisi ola bilər, 99%. Amma ayrı yazılarsa bağlayıcı olur. Məsələn, deyir ki, kitab da aldı. Deməli, bu qələm, dəftərdə alıb, indi kitab da aldı. İştirak bağlayıcısıdır. Amma kitabda yazılmışdı, da bitişikdir. Bu artıq ismin yerli hal şəkilçisidir. Bir də nə də baxırıq? Deyir ki, baxın burada, deyir, onda sən də bizə gələrsən. Sən bizə gələrsən nə zaman? Onda, yəni o zamanda. Bu leksik şəkilçidir, zərf düzəldən leksik şəkilçi sayılır. Yaxşımı? Bunlara diqqət edək. Artıq burada leksikdir və zərf yaradır. Sonra ki məsələsinə baxaq. Ki bilirik ki, ədat ola bilər, sual ədatı, aydınlaşdırma bağlayıcısı ola bilər və həmçinin biz kini, burada nümunədə yoxdur, amma qeyd edim, leksik şəkilçi kimi görə bilərik. Məsələn, dünənki sözündəki kimi. Sifət düzəldən leksik bir şəkilçi kimi biz kini görə bilərik. Necə fərqləndiririk? Deməli, ədat olduqda, yenə də feildən başqa yerdə qalan nitq hissələrinə qoşulur. Bu zaman, məsələn, mən ki, Vasif ki, Aytən ki, günahkar deyildi, o ki, məsələyə belə baxmamışdı. Bunlar artıq ədat sayılır, feilə qoşulmayıb, adlara qoşulub, ismə, sifətə, əvəzliyə qoşulub və özündən sonra vergül gəlməyib, bu ədat sayılır. Amma feilə qoşulduqda bağlayıcı olur və özündən sonra da vergülü tələb edir. Məsələn, deyir, soruşdu ki, o bizə dedi ki, o bizə gəlmişdi ki, diqqət edin, ki ədatı feilə qoşula bilir. Məsələn, deyir ki, sən onu bizə demədin ki, feilə qoşulduğu halda olur ki ədatının. Amma cümlənin sonunda gəlir bu. Bu artıq sual ədatı funksiyasında işləyir və cümlənin sonunda gəlir. Bağlayıcı olduqda bağlayıcıdan sonra vergül işarəsini biz qoyuruq. Vergül işarəsini qoyduğumuza görə bağlayıcı cümlənin ortasında gələ bilər. Cümlənin sonunda gələ bilməz. Cümlənin sonunda gəlirsə, sual ədatı kimi biz onu götürə bilərik. Burada bir testdən yazmışdıq hazırlıq ərəfəsində. Yazılıb gedək də, bu ədatdır. Şəhərdə, kənddə bu yerli hal şəkilçisidir. Bu zərf düzəldən leksik şəkilçidir. Yağış yağsa da, sa üstə gələk da ədatıdır. Kənd də, şəhər də, burada da vardı də. Kənd də, şəhər də günü-gündən abadlaşır. Bu isə iştirak bağlayıcılarıdır. Sonra biz artıq bunu yəqin ki bildik. Keçək indi digər bir məsələyə. Adətən uşaqlar bunu artıq köməkçi nitq hissələrindən çıxdıq. Ora, bura sözlərinə baxırıq. Deməli, ora, bura sözləri mübtəda funksiyasında da işlənə bilir, zərflik funksiyasında da işlənə bilir. Bəs necə fərqləndirək ki, mübtədadır yoxsa zərflikdir? Cümlə üzvü kimi, mübtəda və zərflik, çünki cümlə üzvüdür. Nitq hissəsi kimi demirəm. İsim ayrıdır, zərf ayrıdır. Cümlə üzvü kimi mübtədadırmı yoxsa zərflikdirmi? Deməli, ora, bura sözlərinə əgər
hara sualına cavab verirsə, bu mübtədadır. Amma o söz həm hara, həm də haraya sualına cavab verirsə, bu artıq zərfli olacaq. Məsələn, deyir ki, ora gözəldir. Gözəldir, hara, ora. Bura deyə bilərəmmi ki, oraya gözəldir? Demək olmaz, oraya gözəldir sözü yoxdur və yaxud da haraya gözəldir sualına cavab verə bilməz. Demək ki, bu mübtədadır. Amma ora get cümləsində deyə bilərsənmi ki, oraya get deyə bilərsən və yaxud da haraya get sualını verə bilərsən. Deməli, hara sualına cavab verən söz həm də haraya sualına cavab verə bilərsə, bu zərflikdir. Amma haraya sualına cavab vermir, yalnız hara sualına cavab verərsə o sözümüz, bu artıq mübtəda sayılacaq. Diqqətli olaq ki, isimdə adətən zərfdə biz bunu daha çox səhv salırıq. Kənd, şəhər, qəsəbə, rayon bu tipli sözlər nitq hissəsi kimi isimdir. Amma bunlar yer zərfliyi funksiyasında işlənə bilər. Mən şəhərdə yaşayıram. Bu yer zərfliyidir. Harada? Şəhərdə. Amma nitq hissəsini sizdən morfoloji cəhətdən soruşsa, siz bunu isim götürəcəksiniz. Aydınmı? Nə oldu? Şəhər, kənd, qəsəbə, rayon bu tipli sözlər yer, məkan bildirən isimlər sayılır. Necə deyirik, Bakı Azərbaycanın paytaxtıdır. Hara? Bakı, bu mübtəda. Amma mən Bakıda yaşayıram deyirəm, orada yer zərfliyidir. Deməli, Bakı sözü yer zərfliyidirsə, yer zərfidir? Xeyr, isimdir. Nitq hissəsi dəyişmir. Cümlə üzvü, yəni sintaktik funksiyası dəyişə bilər, amma bir sözün nitq hissəsi dəyişməz. Nitq hissəsi o zaman dəyişər ki, ona söz düzəldici leksik bir şəkilçi artırarıq. Əgər söz düzəldici leksik bir şəkilçini artırmamısansa, sən bunun nitq hissəsini dəyişə bilmərsən. Yaxşımı? Yəni bu sadəcə cümlə üzvünə görə dəyişmək mümkündür. Yəni rast gəlir ki, dəyişir. Sonra ismin sifətləşməsi, sifətin də isimləşməsi məsələsinə baxaq sizinlə bir yerdə. Markerim biraz zəif yaza bilər, üzürlü sayın. Bunları silim. Deməli, ismin sifətləşməsi, sifətin isimləşməsi. Deyirik ki, taxta qapı. Daş hasar. Daş hasar. Sonra deyirəm ki, burada qoca yol keçirdi. Sonra çox deyil, yəni dəmir sözün özü, bürünc, məsələn, sonra qızıl, gümüş, qızıl medal, gümüş sözün özü də, yəni bunlar isimdirlər. Deyir müəllimə, axı biz necə sualına cavab verir? Deyirik qapı, necə qapı, taxta qapı. Axı niyə bu sifət olmur? Bu cümlə üzvü kimi təyin olur. Bu və təyindir. Təyin funksiyasında işlədir. Amma bu bunun sintaktik vəzifəsidir. Axı bunun morfoloji vəzifəsi də var. Morfoloji vəzifəsi nitq hissəsi olaraq yanaşırıq. Çünki morfologiyada biz nitq hissələrini keçirik, sintaksisdə cümlə üzvlərini keçmişik. Nitq hissəsi baxımından yanaşanda biz buna sifət yox, isim deyirik. İsim sifətləşib cümlədə təyin olub, amma isim sifətə dönməyib. Həmçinin baxın burada. Nə hasar? Necə hasar? Daş hasar. Yəni burada təyin olub, amma o demək deyil daş sözü sifətdir. Daş isimdir. Qızıl medal. Medal. Necə medal? Qızıl medal. Qızıl yenə də sifətləşən isimdir. Yəni bunun nitq hissəsini soruşsa isim, cümlə üzvünü soruşsa təyindir. Çünki necə sualına cavab verir. Ayrılıqda isə bunların hamısı nə sualına cavab verir ayrılıqda. Bu söz birləşməsindən biz bunu çıxarsaq, kənarda nə sualına cavab verir və isim olur. Taxta nə, daş nə, qızıl nə, düzdürmü? Gümüş nə? Sonra qoca yol keçirdi. Yol keçirdi kim? Qoca. Kim sualına cavab verməsi bunu sifət eləyərmi? Eləməz. Bu sintaktik vəzifəsinə görə mübtədadır. Amma nitq hissəsinə görə bunu soruşsalar, götürürsən ki, sifətdir. Yaxşımı? Sifətin isimləşməsi, ismin sifətləşməsində yaddan çıxartmayın ki, deməli, əgər sifətin yanında adətən biz bilirik ki, isim gəlir. Çünki ismi təyin edir sifət, isimlə əlaqəli olur. Amma həmin ismi cümlədən çıxartsaq, sifət avtomatik
yəni o ismi yanında itdiyinə görə ismin üzərində nə şəkilçilər varsa onu öz üzərinə götürür və həmin o ismin çıxış etdiyi yəni sintaktik funksiyada çıxış edəcək. Məsələn, o tamamlıq idisə bu da tamamlıq olur. O mübtəda idisə bu da mübtəda olur. Çünki onun şəkilçiləri bunun üzərinə gəlir düşür. Aydındırmı? Ona görə. Məsələn, deyir ki, adi sayda da biz bunu görürük, sifətdə də biz bunu görürük. Məsələn, deyir, birinci sinifləri. Birinci sinifləri çağırdılar. Siniflər sözünü çıxardaq buradan. Siniflər sözündə cəm şəkilçisi var idi, bir də hal şəkilçisi var idi. Artırırıq artıq birincilərin üzərinə. Birinciləri çağırdılar. Deməli, bu tamamlıq idi da. Çağırdılar xəbər, siniflərə tamamlıq idi, birinci təyin idi. Artıq bu tamamlıq olaraq, yəni ismimiz cümlədən çıxıb, yoxdur artıq. Və onun üzərində nə şəkilçilər var idisə, o şəkilçilər bunun üzərinə gəldi, düşdü. Eyni şəkilçiləri qəbul etdi və onun funksiyasına keçdi artıq. Kimi? Birinciləri. Və kimi sualına artıq birincilər sözü sual verir. Yəni, bunun nitq hissəsini soruşsa, nitq hissəsi sifətdir. Yəni, daha doğrusu üzrlü sayın say. Nitq hissəsini soruşsa, nitq hissəsi saydır. Amma cümlə üzvünə görə tamamlıqdır. Yəni, tamamlıq olduğuna görə biz ona isim deyə bilmərik. O sadəcə isimləşib. Düzdürmü? İsimləşmiş bir saydır. Və yaxud da isimləşmiş bir sifətdir. Sifətləşmiş bir isimdir. Elə bir ki, biz özümüz aydınca, məsələn, tutaq ki, bu saat mənim deyil. Bacımın saadıdır. Qolbaq da bacımın saadıdır, qolbağıdır. Bacımın saatını götürüb öz əlimə taxdım, qoluma taxdım və yaxud da kofta mənim deyil, bacımın koftasıdır. Götürdüm onu, geyindim. Mən bacıma çevrildim. Yox, mən elə Aynur olaraq qaldım. Mən olduğum kimi qalıram, mən dəyişmirəm. Sifət də, isim də, say da belədir. Sifət ismin hal şəkilçisini götürür, öz üzərində daşıyır. Cəm şəkilçisini götürür, öz üzərində daşıyır və onun funksiyası, o mübtəda vəzifəsində işləyir, onun suallarına cavab verir. Amma yəni mən də bacımın əşyalarını öz üzərimdə daşıyıram. Düzdürmü? Ona aid əşyanı öz üzərimdə daşıyıram. Amma mən bacım olmuram. Yəni daxilən mən elə mənəm. Sifət də, isim də elədir. Daxilən özü olaraq qalır. Üzərində daşıya bilər. Amma özü olduğu kimi qalır, özü dəyişmir, nitq hissəsi qalır olduğu kimi, yaxşımı? Buna diqqət edin. Və bəzi testlərdə qarşımıza nə çıxır? Bir dənə nümunə olaraq ona da yazım, yekunlaşdıraq videonu. Qarşımıza çıxan əsas məsələlərdən də biri budur ki, məsələn, deyir ki, mən 5-ci mərtəbədə yaşayıram. Və sonra ardınca deyir ki, mən də həmin mərtəbədə qalıram. Həmin mərtəbədə qalıram. Həminin altına xətt çəkir, deyir ki, həmin əvəzliyi hansı nitq hissəsini əvəz etmişdir? Hamı qaçır sifəti yazır. Səhv edirsiniz. Düzdür, hansı mərtəbədə, həmin mərtəbədə, hansı sualına cavab verir, sifətin sualına cavab verir. Amma heç bir zaman testlərdə boş-boşuna birinci cümləni bizə elə-belə yazmayıb. Niyə yazıb o cümləni? Bir düşünək. Bu həmin əvəzliyi özündən əvvəlki bir cümlədə hansısa cümlə üzvünü, hansısa bir sözü əvəz edib. Ona görə o cümləni bizə yazıblar. Mən 5-ci mərtəbədə yaşayıram. Və daha doğrusu burada belə yaza bilərik ki, Aytən, ikisi də mən oldu ona görə. Aytən 5-ci mərtəbədə yaşayır, mən də həmin mərtəbədə qalıram. Deməli, 5-ci mərtəbədə qalıram və 5-ci mərtəbədə yaşayıram olmalı. Yəni, həminin yerinə yazmalı idi ki, mən də 5-ci mərtəbədə qalıram. Yaxşımı? Belə olmalıdır. Yəni, özündən əvvəlki sayı əvəz edib. Yəni, bu, bizdən testdə soruşsa ki, həmin əvəzi nəyə əvəz edib? Sayı yazırıq. Yəni, özündən əvvəlkinə əsasən biz bunu müəyyən. Əgər bu verilməsəydi, ümumiyyətlə belə, o zaman nəsə düşünmək olardı sayı, sifəti. Amma özündən əvvəl mütləq ki, test toplanında
buna rast gələcəksiniz yəqin ki, bu testlərə. Ola bilsin ki, səhv yazdığınız testlərdən də elə biri budur. Unutmayın ki, özündən əvvəlki cümləni verirsə, həmin cümlədə nəyisə əvəz etdiyinə görə verir. Elə belə boş-boşuna cümləni verməz bizə. Bunu heç vaxt yaddan çıxartmayın və həmin cümlədəki sözə baxın, görün həm o əvəzli, verilən altından xətt çəkilən əvəzli hansı belə deyək də sözü əvəz etmişdir. Ona əsasən nitq hissəsini tapa bilərsiniz. Həmin əvəzliyi artıq burada məsələn həmin əvəzliyi sıra sayını əvəz etmiş oldu, sifəti yox. Yaxşımı? Belə. Dərsimiz bu qədər. Əgər əlavə suallarınız olarsa, YouTube-un rəy bölməsi var. Oradan yazarsınız, cavablandıraram. Videonu bəyənməyi və paylaşmağı unutmayın. Sizinlə Aynur Mustafayeva idi. Dərslərimizə qoşulmaq istəsəniz, əyani və onlayn şəkildə bizim dərslərimiz mövcuddur. Əyani dərslərimiz Bakı şəhərində 116 nömrəli tam orta məktəbin yaxınlığında keçirilir. Onlayn dərslərimiz isə Zoom proqramı ilə tədris olunur.